Yavaş-yavaş qalibi seç düyməsini artıq ekranda görək və bunu da vurğulayaq ki, əziz dostlar, bizim artıq canlı yayımlarımız həftə 1 yox, daha doğrusu 3 yox, 4 dəfə həyata keçirilir. Belə ki, 1-ci, 3-cü, 5-ci və şənbə günləri 19:30-da Bakselin sosial şəbəkə hesablarında siz rahat şəkildə daxil olub qalibin seçilməsi prosesini izləyirsiniz. Qalibi seç düyməsini ekranda görək və biz qalibi seç düyməsini ekranda görürük. Dekabrın 17-sinə, yəni 78-ci tirajın iPhone 17 qalibini seçək birlikdə. Qalibi seç düyməsini sıxaq və ondan geriyə bir geri sayım. Biz artıq 78-ci iPhone 17-nin qalibini 7 saniyədən sonra müəyyənləşdirəcəyik. Əziz izləyicilər, vaxt azdır, siz də elə indi şans paketlərini aktivləşdirin və qalib olun. Son 2 saniyə, 1 saniyə və 0 saniyə. Təbrik edirik. 78-ci tirajın iPhone 17 qalibi 55-222-05 Baksel nömrəli istifadəçi oldu. Bir daha nömrəsini səsləndirəm. 55-222-05 Baksel nömrəli istifadəçi 78-ci iPhone 17-nin qalibi oldu. Təbrik edirik. Keçid alaq 79-cu tirajın iPhone 17 qalibinə. Dekabrın 18-də olan tarixdə qalibi seç düyməsini sıxaq. Hər zaman kimi burada bizim köməyimizi süni intellekt gəlir və qalibi son 2 rəqəmini bağlı olmaq şəkli ekranda göstərir və biz qalibimizin kim olduğunu birlikdə bilirik. Son 3 saniyə, 2 saniyə, 1 saniyə və 0 saniyə. Təbrik edirik. Daha bir iPhone 17 qalibimiz. 055-210-32 Baksel nömrəli istifadəçi oldu. Bir daha nömrəsini səsləndirəm. 055-210-32 Baksel nömrəli istifadəçi bizdən 79-cu iPhone 17-ni qazandı. Hər iki qalibimizi təbrik edirik. Əziz izləyicilər, əziz Baksel istifadəçiləri, baxın, bu qədər sadə şans paketlərini aktivləşdirirsiniz və gündəlik tirajda iPhone 17, həftəlik tirajda zikr və təbii ki, unutmayaq, mən nitqimin əvvəlində də qeyd eləmişdim. Finalda bizi möhtəşəm Porsche Cayenne gözləyir. Bunun üçün elə canlı yayın bitəndən həmən sonra 3 üsuldan istifadə edib 7 şans paketindən birini aktivləşdirirsiniz və qalib olma fürsətinizi də artırmış olursunuz. Gələn canlı yayımlarda görüşənədək, xudahafiz.